Bugün dünyada ekoloji təhlükəsizlik məsələsi artıq yalnız təbiətin qorunması deyil, həm də dövlətin milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi qiymətləndirilir. İqlim dəyişiklikləri, su qıtlığı, biomüxtəlifliyin azalması və ekoloji balansın pozulması qlobal miqyasda ciddi narahatlıq doğurur. Məhz belə bir dövrdə 5 iyun Ümumdünya Ətraf Mühit Günü beynəlxalq ictimaiyyət üçün sadəcə simvolik tarix deyil, həm də bəşəriyyətin gələcəyi ilə bağlı ciddi çağırışın platforması hesab olunur. Azərbaycanda da son illər ekoloji siyasət, yaşıl enerji keçidi, təbiətin qorunması və biomüxtəlifliyin bərpası istiqamətində mühüm addımlar atılır. Bəs planetin gələcəyi üçün ən böyük risklər hansılardır və biomüxtəlifliyin itirilməsi insan həyatına və iqtisadiyyata necə təsir edir? İnsan və təbiət arasında pozulan balans bərpa edilə bilərmi? Mövzunu qonağımızla müzakirə edirik və qonağım Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovdur. Vüqar müəllim, salam, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. 5 iyundan danışırıq, Ümumdünya Ətraf Mühit Günüdür. Ümumiyyətlə, bu məsələyə biraz fəlsəfi yanaşsaq, bu günün fəlsəfi mənası nədən ibarətdir və ekoloji çağırışlar fonunda hansı aktuallığı ilə seçilir bugün, niyə lazımdır, niyə bu haqda danışmalıyıq? Çox sağ olun Vəfa xanım. Öncə təşəkkürümü bildirirəm efirə dəvətiniz üçün. İcazə versəz, qısaca mən başlayardım bu Ümumdünya Ətraf Mühit Gününün tarixi barədə və nəyə görə bu gün bütün dünyada qeyd olunur, qısa barədə məlumat verərdim. 1972-ci ildən BMT-nin zirvə toplantısında belə bir qərar verilib ki, 5 iyun tarixi dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunsun. Müstəqilliyi qazanan Azərbaycan müstəqillik dövründə bu günü hər il keçirici müxtəlif tədbirlərin keçirilməsi ilə qeyd olunur Azərbaycanda da. Məhz əsas məqsəd dünya ictimaiyyətinin ətraf mühit problemlərinə cəlb olunması, diqqətinin cəlb olunması və həmin problemin ardın qalınması ilə bağlı dövlətlər, millətlər arasında əməkdaşlığın qurulması bu günün qeyd olunması əsas məqsəddir və Çin kimi, İndoneziya kimi, Pakistan kimi, Cənubi Koreya kimi ölkələrdə bu gün ən son Cənubi Koreyada, ondan öncə Səudiyyə Ərəbistanında paytaxt şəhərlər seçilir və Ümumdünya Ətraf Mühit Mühafizəsi Gününün paytaxtı. Keçən il Cənubi Koreyanın Jeju şəhərində keçirilən Ətraf Mühit Günündə, 5 iyunda Bakı Ümumdünya Ətraf Mühit Gününün paytaxtı seçildi və bu ildə biz 5 iyun tədbirinin keçirilməsi ilə bağlı geniş miqyaslı tədbirlər planımız hazırlanıb və o tədbirlər planı icrasına artıq başlamışıq. UNEP bilirsiniz ki... Vüqar müəllim, sözünüzü kəsirəm. Bu hansı kriteriyalarla seçilir şəhərlər? Əlbəttə ki, ətraf mühit sahəsində həyata keçirdiyi layihələrlə bağlı. Burada Azərbaycanın, Bakının paytaxt seçilməsində əlbəttə ki, bizim bundan öncə dövlətin, Cənab Prezidentin rəhbərliyi həyata keçirdiyi ekologiya sahəsində həyata keçirdiyi siyasət çox böyük rol oynayır. 2024-cü ildə COP29 kimi böyük tədbirə ev sahibliyi eləməyimiz, iqlim dəyişikliklərlə bağlı verdiyimiz tövhələr əlbəttə ki, böyük rol oynayır və həm ətraf mühitin mühafizəsi, həm biomüxtəlifliyin qorunması sahəsində Azərbaycanın həm regional, həm də dünya miqyasında həyata keçirdiyi layihələrin önəmi nəzərə alınaraq məhz Bakı 2026-cı il üçün Ümumdünya Ətraf Mühit paytaxtı seçildi, mühafizəsi ilə bağlı paytaxt seçildi və qeyd elədiyim kimi UNEP-in xətti ilə artıq Azərbaycanda həm fevral, həm mart aylarında 2 missiya olub tədbirlər hazırlanması ilə bağlı müxtəlif maarifləndirici tədbirlər, roliklər şəkli və zirvə toplantısında, son toplantısında 5 iyun tarixində Heydər Əliyev mərkəzinə keçirilməsini planlamışıq. UNEP-in rəhbəri xanım İnger Andersonun da iştirakı ilə bir neçə dövlət təmsilçilərinin də, nazirlərin, ətraf mühit nazirlərinin iştirakı ilə bu tədbirin inşallah sizlərin də şahidliyi ilə biz uğurla keçirilərik. Biomüxtəlifliyin qorunması mövzusunda danışırıq və artıq bu yalnız ekoloji məsələ deyil. Yəqin siz də mənlə razılaşarsınız və siz daha yaxşı bilirsiniz əslində, daha bu proseslərin içindəsiniz ki, həm ərzaq təhlükəsizliyidir, həm ümumiyyətlə iqlim sabitliyi məsələsi gündəmdədir. Sizcə, dünya bu təhlükənin hansı miqyasda olmasını dərk edirmi? Təəssüf ki, dərk etmirik, kifayət qədər dərk etmirik ən azından, amma elə bu tədbirlərin də əsas məqsədi
qəbul olunan beynəlxalq konvensiyaların da əsas məqsədi bu cür məsələlərdə dünyanın həmrəyliyi, dünya dövlətlərinin həmrəyliyini günə çıxardır. Mütləq ki, tək-tək dövlətlər ayrılıqda bu problemlərin həlli ilə məşğul olmanın hər hansısa bir uğura əlbəttə ki, nail ola bilməyəcəklər. Burada olsun regional, olsun beynəlxalq əməkdaşlıq çox vacibdir. İqlim dəyişmələrindən az öncə danışdım. İqlim dəyişmələri ilə bağlı Azərbaycan kimi və ya Azərbaycanın qonşuları ki, bir neçə ölkə hansı tədbirlər həyata keçirilə bilər ki, qlobal iqlim dəyişmələrinə təsirləri azalda bilsin. Burada əlbəttə ki, beynəlxalq əməkdaşlığa çox böyük ehtiyac var. Həm də qeyd edəcək biomüxtəlifliyi ilə bağlı məsələləri. Biomüxtəliflik əlbəttə ki, biomüxtəlifliyin qorunması dünya xalqlarının, bütün dövlətlərin ən öndə olan məsələsidir, ən gündəmdə olan məsələsidir. Biomüxtəlifliyin təəssüf ki, qorunması sahəsində beynəlxalq əməkdaşlığı, regional əməkdaşlıq olmasa tək-tək ölkə ayrılıqda hər hansısa bir düzgün nəticələrə gəlib varmayacaqlar. Səbəb də odur ki, bilirsiniz, bu regional proseslər, beynəlxalq proseslər, iqlim dəyişmələri, antropogen təsirlər, urbanlaşma, bu məsələlər həm iqlim dəyişmələrinin birbaşa təsirləri var, həm də ki, əlbəttə ki, iqlim dəyişmələrinin dəyişən amillərin dəyişən təsirlərinə, həssas növlərin yox olmasına, nadirləşməsinə birbaşa təsirləri var. Azərbaycan da təəssüf ki, bu təsirlərdən soğurtulan ölkə deyil. Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində deyərəm ki, region ölkələrin içində ən uğurlu ölkələr sırasındayıq biz. Bilirsiniz ki, Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində görülən dövlət tərəfindən həyata keçirilən tədbirlər həm geniş miqyaslıdır, həm də nəticə yönümlüdür. Mən bir neçəsini icazənizlə sadalayardım. Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan hal-hazırda ümumi ərazisinin 10,55%-ni təşkil edir. Bir 20 il öncəki tarixə qayıtsaq, 2000-ci illərə qayıtsaq, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ölkənin ümumi ərazisinə nisbətdə 4,5% idi. 2 dəfə yarımdan çox ərazi artıq Azərbaycan ümumi ərazi nisbətindəki, yəni artıq 10,55% ərazimiz xüsusi mühafizə olunan təyinatlı ərazilərdir. Bu 12 milli park, 9 dövlət təbiət qoruğu, 24 yasaqlıq və 2024-cü ildə yaradılmasına nail olduğumuz 10 mikrorezervatlar. Mikrorezervatlar barədə sizə ayrıca qeydlərimi bildirəcəm və bütün bu sadaladıqlarım Azərbaycanda nadir nəsil kəsilmə təhlükəsi olan həm bitki, həm heyvan növlərinin qorunması üçün çox mühüm addımlardır. Hədəfimiz 2030-cu ilə qədər bu şəbəkənin, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin 12%-ə qədər artırılması, buna potensiallar var. Vüqar müəllim, gəlin bu istiqaməti biraz genişləndirək. Bax, nadir flora və fauna növlərinin məhv olması ekosistemlərin gələcəyinə hansı təsiri göstərir? Və siz vurğuladınız ki, Azərbaycanda artıq uzun müddətdir ki, bu proseslər üzərində iş gedir, bir sistemli iş var. Bəzi hallarda, yəqin siz bunu daha yaxşı bilirsiniz, hətta özümüzlə də mübarizə aparırıq. Bax, bu məqamı istərdim ki, biraz ətraflı danışaq, həm də tamaşaçılarımız bir daha eşitsin və mən o dərk etmə mövzusuna yenidən dönəcəm ki, dərk edək. Aydın sualınız. Növ niyə nadirləşir? Növün nadirləşməsinin əlbəttə ki, bir neçə səbəbi var. Burada təbii iqlim amillərinin dəyişməsi bu bir faktdır. Əlbəttə ki, bu danılmazdır və növlərin, həm olsun bitki, həm olsun heyvan növlərinin nadirləşməsində iqlim faktoru, iqlim amillərinin dəyişməsi çox, belə deyək ki, mühüm yerlərdən birini tutur. Amma digər amildə antropogen təsirlər, urbanlaşma, insanla məskunlaşması, bu da çox ciddi faktordur ki, növlər öz təbii areallarından sıxışdırılırlar. Sıxışdırıldığı yeni areallara adaptasiya imkanları olmur və bu səbəbdən də nadirləşirlər, sayıları kəskin surətdə azalır. Və bununla bağlı digər təbii faktorlar da var ki, olsun külək, olsun eroziya, onların yaşadığı ərazilərin su basmaları altında qalması, külək eroziyasını qeyd elədim. Yəni, bütün bu faktorlar hansısa bir növün əsasən də bitki növlərinin nadirləşməsini əsaslandıran, onların yox olmasına gətirib çıxan faktorlardır və dövlətin də bu sahədə görməli olduğu işlər var və o görülən işlər siyasında qeyd edədiyim milli parkların, dövlət təbiət qoruqlarının, yasaqlarının yaradılması, digər istiqamətdə də
qırımlı kitabların yaradılması. Hər bir dövlətin biomuxtəlifliyin qorunması sayəsində inkişaf etmiş ölkələrin hamısında var, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində var. Ana kitab, baş sənət, ali sənət qırmızı kitablardır. İlk qırmızı kitab, ilk qırmızı siyahı diqqətinizə çatdırım 1962-ci ildə IUCN tərəfindən hazırlanıb, 64-də təqdim olunub, 66-cı ildə kitab halında çap olunub və həmin qırmızı kitaba 200 quş, 100 məməli dünya üzrə nadirləşən və 2500-ə yaxın bitki növü həmin qırmızı kitaba salıb. Bu bütün coğrafiyalardan. Dünya xəritəsində artıq məhv olma səviyyəsində olan, orada IUCN müxtəlif kateqoriyaları var, o critical endanger deyirlər. İndi nə qədərdir bu sayı? Çoxdur, o sayı təəssüf hər gün dəyişir deyə bilməyəcək. Niyə ildən ilə, hətta gündən günə qalınlaşır? Bizim qırmızı kitab misalında mən sizə onu izah eləməyə çalışacağım. Bizim qırmızı kitabımız, ilk bir qırmızı kitabı 1989-cu ildə çap olunub, birinci nəşr. Həmin qırmızı kitaba 140 bitki növü, 108 heyvan növü salınmışdı 89-cu ildə. 2013-cü ildə ikinci nəşr, bir müddət fasilədən sonra ikinci nəşri biz təqdim elədik elmi ictimaiyyətə. Artıq həmin qırmızı kitabda bitkilərin sayı 2 dəfədən çox artıq 300 növə, heyvanların sayı 2 dəfədən çox artıq 223 növə qədər artdı. Üçüncü qırmızı kitabımız, biz ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində nəşr etdirdik və bu qırmızı kitab çox nəfis bir qırmızı kitabdır. Doğrudan da ulu öndərimizin xatirəsinə layiqli bir kitabdır və həmin qırmızı kitabda təəssüf ki, siz qeyd elədik. Yenə qırmızı kitabımızın səhifələri artdı, qalınlaşdı. Artıq 460 əsas siyahıda olmaqla, 58 çəhrayı siyahıda olmaqla 518 növ və bitki növü 241 əsas, 42 çəhrayı siyahıda olmaqla 283 heyvan növü həmin qırmızı kitablara salındı. Niyə qalınlaşır qırmızı kitabımız? Qeyd elədiyim yenə iqlim dəyişmələri, növlər var ki, iqlim dəyişmələrinin sürətli dəyişməsini, amillərin sürətli dəyişməsinə adaptasiya oluna bilmirlər. Öz areallarını yitirirlər və yeni areallara adaptasiya oluna bilmirlər və məskunlaşır. Bir faktı deyim ki, bizim bir Bakı cüzğunu deyilən, Bakımızın adı ilə adlandırılan nadir bir növümüz var. Abşeron yarımadasından başqa dünya heç yerində təbii arealı yoxdur. Onun nadirləşməsinin, məhv olmasının səbəbi antropogen amillər, insan məskunlaşması. Dəniz sahili qumluqlarda bitir, ya çimərlik məqsədlərini istifadə olunur, ya bağ və yaxud da ki, məskunlaşma ilə bağlı və onun arealı sürətlə azalır və artıq onun qorunması üçün qeyd edədiyim mikrorezervatlar formatı. Mikrorezervatlar nədir? Bilirsiniz ki, xüsusi qeyd edildim, xüsusi mühafizə olan təbiət ərazilərinin 3 forması əsasən Azərbaycanda tətbiq olunur. Milli Park, qoruq və dövlət təbiət yasaqlıqları. Bu ərazilərdən kənarda qalan növlərimiz əsasən bitki növləri. Heyvan elədir ki, hər hansı bir təhlükəni görür, qaçır, yeni məskunlaşma yeri tapır, məskunlaşır. Bitkinin bu imkanları da yoxdur. 61 bitki növü 2023-cü ildə işıq üzü görən kitabımızda məhz olan mühafizəsi ilə bağlı dövlətin qarşısında vəsaiət qaldır elmi icma ki, bu növləri mühafizə altına alın. Hər növün bitdiyi ərazini biz Milli Park qoruq elan edə bilmərik, amma onların kiçik qoruqlar, mikrorezervatlar kimi qorunma altına ala bilir. 2024-cü ildə 10 bu cür mikrorezervat yarada biliyor. Kopil ərəfəsində yadınızdadsa Yaşıl Dünya önəmli həmrəylik çərçivəsində bir tədbirlər planı təsdiqləndi Prezident aparatı tərəfindən. Bizim o tədbirlər planında da tədbirlərdən biri də həmin o növlərin bir hissəsinin qorunma altına alınması, mikrorezervatların yaradılması. O mikrorezervat biz yaratdıq və həmin nadir növlərin artıq bir hissəsi həmin mikrorezervatlarda qorunma altına alınırlar. Vüqar müəllim, bir məsələyə toxunmaq istəyirəm. Bu, ümumiyyətlə, cəmiyyətdə də müzakirə olunan mövzudur deyə elə birbaşa fürsət olmuşkən sizə ünvanlayın bu sualı. Qarabağda aparılan yenidən qurma işləri, bərpa quruculuq işlərində eyni zamanda Şərqi Zəngəzur da bura aiddir ki, bu yaşıl yanaşma məsələsi var. Orada da bu rezervatların yaradılması təşkil olunurmu? Ümumiyyətlə, bu prosesə nəzarət varmı ki, çünki uzun illərdir ki, urbanizasiya, ekoloji terror və s. yaşayan 30 ildən sonra bizə qayıdan torpaqlarımızda bu proses necə nəzarətdə saxlanılır? Yəni, 30 illik işğal dövrünün, regionun işğal olunmuş, işğaldan sonradan əldə olunmuş ərazilərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon ərazisinə dəydiyi ziyanlar, vurduğu ziyanlar təkcə infrastruktura, təkcə tarixi abidələrimizə yox, həm də təəssüf ki, ətraf mühitimizə, biomuxtəlifimizə bəzən bərpası mümkün olmayan yaralardır.
və əlbəttə ki, orada bir Çınar misalı həmişə mən çəkirəm. Tam orada yaşı 1200-1400 il olan Çınar məhv olunub, hətta kökünə qədər yandırıb məhv edildi. O Çınar əlbəttə ki, biz artıq bərpa edə bilib onu 1400 yaşa çatdıra bilmir. Çünki bugün əkilən Çınarın 1400 il sonra 1400 yaş olacaq. Hətta dinlərinə minada partlatmaq üçün bastırıblar. Bunu elə sizin Genofondun məhvidir də bu. Bəli, o artıq ekosit dediyimiz elə odur. Yəni, istifadə edirsən aydın, sənə hansısa bir istifadə üçün yararlı hissəsini görsəm, o kökünü yandırıb məqsədini məhv etmir. Onlar da birləşib bu təbiət abidəsi kimi Azərbaycan qanunvericiliyi ilə qorunur və onlar bu cür məhv olur. Onların bərpası əlbəttə ki, bir çox hallarda mümkünsüz olur. Amma qeyd edirəm ki, biomüxtəlifliyin bərpası bu ailə ictimai birliyi ilə həyata keçirdiyimiz geniş miqyaslı reintroduksiya layihələri. Artıq Qarabağda biz ceyranların, bezar keçilərini, biz onların daha çox Böyük Qafqaza, Şahdağ Milli Park ərazisinə reintroduksiyası ilə bağlı çox yaxşı layihələr həyata keçirdirik. Həm də işğal olunmuş ərazilərdə bizim qeyd etdiyimiz layihələr ki, yeni milli parkın yaradılması. Mən bayaq qeyd elədim 10.55%-dən ölkə ərazisinə nisbətən 12%-ə qədər qaldırılması. Burada çox önəmli bir rolu oynayacaq əlbəttə ki, işğal azad olmuş ərazilərimizdə yeni milli parkların, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması. Artıq Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlər, yekunlaşma üzrədir, xəritələr təsdiqlənib. Yəqin ki, biz 2026-cı il çərçivəsində yeni milli parkın yaradılmasını elan edəcək, cənab prezidentin sərəncamı verilməsinə nail olacaq inşallah. Şərqi Zəngəzur eyni adlı milli parkın da yaradılması işlərinə başlamışıq. Artıq coğrafiya bəllidir, orada ərazilərin razılaşdırılması ilə bağlı yerli icra hakimiyyət orqanları, nümayəndəliklər və aidiyyət dövlət qurumlarına birgə ərazilərin razılaşdırılması işləri gedir və 2 yeni milli parkın yaradılması bu artıq siyasi iradə var, ali rəhbərliyin tapşırığı var və bu bizim nazirliyimizdə bu işi icra edən əsas qurum olduğu üçün, aparıcı qurum olduğu üçün biz artıq bu işlərə başlamışıq. Ayrı-ayrı növlərin mikrorezervatlara qorunması və orada da artıq 12 növ, bitki növü, əsasən də Azərbaycan areallı, Qafqaz areallı bitki növləri müəyyənləşib ki, onların da mühafizə altına alınması üçün növbəti addımımız olacaq. Orada mikrorezervatların yaradılması və bu layihələrimiz əlbəttə ki, bir tərəfdən xüsusi mühafizə olunan ərazilərin yaradılması, ikinci istiqamət bizim orada 6 xüsusi mühafizə olunan təbiət ərazimiz var idi. 4 yasaqlığımız var, Araz boyu, Laçın, Qubadlı və Daşaltı və yasaqlıqları 2 qorumuz var. Bizim Bəsit çay və Qaragöl dövlət təbiət qoruqları, artıq Bəsit çay dövlət təbiət qoruğunun və Daşaltı yasaqlığının fəaliyyətinin bərpası ilə bağlı cənab prezidentin sərəncamları da var və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Üçüncü istiqamətdə qeyd etdiyim Aidiyyət İctimai Birliyi, Ümumi Dünya Vəhşi Təbiətin Qorunması Təşkilatı var, WWF qısadı. WWF-in dəstəyi ilə və bir çox təşkilatların dəstəyi ilə reintroduksiya layihələri bu 3 istiqamətdən işğal dövründə orada məhv olunmuş, yoxa çıxılmış həm fauna, həm flora növlərinin bərpası istiqamətində layihələr həyata keçirilir. Baxın, dövlət öz üzərinə düşən məsuliyyəti dərk edək bu proseslərin önündə gedir. Dövlət strukturları buna dəstək olur. Bəs cəmiyyət necə? Ələxüsus gənclərin bu prosesdə rolu və yaxud da daha da genişləndirək məsələni. Misal üçün, WUF-da müzakirə olunurdu ki, uşaqlar üçün daha yaşana bilən şəhərlər salınmalıdır. Ətraf mühit burada nəzərə alınmalıdır, urbanizasiya nəzərə alınmalıdır. Bütün bunlara həm də sizə olan o dəstək, kömək varmı? Nədən ibarətdir? Gənclər nə edirlər? Misal üçün, mən bilirəm ki, könüllülər ağac əkmə aksiyasında iştirak edirlər, amma bu qədər sadə olmamalıdır. Biraz daha kompleksə yanaşa bilirikmi mövzuya? Deyim ki, bəlkə də o könüllülər hərəkatının adını çəkdiniz. Bəlkə də ölkənin ən uğurlu könüllü hərəkatlarından biri də bilsəm, yəqin ki, yanılmaram, ekokönüllülər hərəkatıdır. Bizim ekokönüllülərimiz ölkənin birisi dövlət qurumlarının bir çoxun könüllüləri var, amma onların içində ən aktiv olanların sırasında bizim Ekoloji Təbii Sərvətlər Nazirliyinin ekokönüllüləri də var. Əlbəttə ki, o müxtəlif maarifləndirici, müxtəlif aksiyalar keçirdirik il boyu və bu aksiyaların əsas məqsədi sizin qeyd etdiyiniz məsələsi gəncliyin, ictimaiyyətin, əhalinin ekoloji problemlərə diqqətinin artırılması, biomüxtəlifliyin qorunması sahəsinə diqqətinin artırılması, ölkənin bu sahədə həyata keçirdiyi siyasət barədə
onların məlumatlandırılması. Yəqin elə bu məqamda Laçın-Xankəndi yolundakı gənclərimizin rolunu da xatırlamaq yerinə düşər. Bizim ekosistemi, təbii sərvətlərimizi qorumaq üçün onlar gecə-gündüz 24 saat fasiləsiz orada xidmət edirdilər. Onlara da əslində buradan bir daha təşəkkür edirik. Mən bir məsələni qeyd edeyim. O aksiyaları mən də Ekologiya Nazirliyinin təmsilçisi kimi çox yaxından izləyirdim əlbəttə ki, 2022-ci ilin dekabrının əvvəllərindən başladı. 2023-cü ilin 20 sentyabrında deyək ki, qısa müddət terrorla bitdi həmin aksiyalarımız. Mən bir məqama xüsusi diqqət yetirmək istəyərdim. Nə ilə başlamışdı Qarabağ hadisələri? Topçu meşəsinin qırılmasıyla. Ekoloji terrorla başladı. İlk Azərbaycanın həm də ekoloji terrora reaksiyası ilə başladı. Nə ilə bitdi? 2022-ci ilin dekabrında başlayan aksiya ilə və məntiqi nəticəsi olaraq əlbəttə ki, Allah ordumuzu qorusun, dövlətimizi qorusun, Ali Baş Komandanımızı qorusun ki, onların şücaət nəticəsində biz torpaqlarımızı azad elədik. 2023-cü ildə suverenliyimizi bərpa elədik. Vüqar, son olaraq istərdim ki, izləyicilərimizə, tamaşaçılarımıza, ümumiyyətlə bizi izləyən və dinləyən şəxslərə bir müraciət də edəsiniz. Bir rəsmi şəxs kimi, bu proseslərin içində olan bir şəxs kimi cəmiyyətə vermək istədiyiniz mesaj nədən ibarətdir bugün? Mən icazə versə sonunda elə olan dərimizin bir kəlmə bu sayədə sözü var. Onunla yaşanıyardım. Ola bilsin ki, hərfiyyən olduğu kimi qeyd eləməsən də, amma mənası belədir ki, mən istəyirəm ki, siz hamınız təbiəti sevənlərdən olardınız. Mən də istəyərdim ki, biz hamımız təbiətin mühafizəsinə bir qurum kimi yox, bir ayrı-ayrı fərdlər kimi yox, bütün Azərbaycan dövləti kimi, Azərbaycan dövlətinin təmsilçilər kimi, vətəndaş kimi hamımız qoşulaq və 5 iyunda dövlətimiz növbəti, belə deyək ki, sınaq qarşısındadır və həmin inşallah o sınaqdan da üzü ağ çıxası ki, COP29 tədbirindən biz üzü ağ çıxdıq və bütün dünyada bizim COP29 tədbirimiz digər tədbirlərdən, vaxtda keçirilən tədbirlərin fərqli bir tədbir oldu. Bu 13-cü bu sırada qeyd edilməli olub və 5 günlə keçiriləcək tədbirdə həmin qəbuldan olacaq və Azərbaycanımızın dünyaya verdiyi tövhələr Bakıda tribunadan səsləndiriləcək və yetərincə düşünürəm ki, bununla bağlı səsimizi dünyaya çatdıra biləcəyik. Təşəkkür edirəm Vüqar müəllim. Məsuliyyətli işinizdə uğurlar arzu edirəm sizə və ümid edirəm ki, bu tədbirdən sonra da elə studiyada həm söhbət olaraq və uğurlarımızdan danışarıq. Təşəkkürlər bir daha. Və biz ətraf mühitin mühafizəsindən danışdıq. 5 iyun ətraf mühitin mühafizəsi günüdür və biz mühafizə etməliyik ətrafımızı, torpağımızı, vətənimizi. Çünki bəzi ölkələr var, bəzi insanlar var ki, heç bu torpaqları yoxdur, heç belə mühafizə edəcək bir ölkələr yoxdur. Həssas olmalıyıq. Vətəndaş məsuliyyəti yenə ön plandadır. Və qonağım Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimova idi.